Güllərim. Gözəllərim. Bunları həyətdən yığmışam. Baxın, reyhanlarım, biberlərim. Çəkəndə elə bildim ki, çəkir. Sən demə. Yerim dolub, çəkməyib. Təzdən yerimi açdım. Daha bunları suya qoymuşam. Baxın, bu çox iridir. Balacaydı. İstədim qıram. Dedim ki, biraz irilsin. Həmişə balaca. Bax, bu da tikanlı. 3 dənə tikanlı xiyar qırmışam. 2, bu da 3 dənə tikanlı xiyar. Bu üçünü də eyni xiyar ağacından qırmışam. Həmin xiyar ağacım indiyə kimi 4 dənəsini qırmışam üstündən. İndi 3-ünü qırmışam üstündən. Hələ bir 3-ü 4-ü də üstündə hazırdır. Yetişməyə az qalıb. Onları da sonra qıracam. Biberlərim. Amma elə nələr xiyar əkmişəm də. Onların demək olar ki, bəziləri var. Heç uzana qədər bir dənə xiyar yoxdur üstündə. Amma bəziləri 2-3-ün gətirir. Amma baxın, bunun qırdığım ağacım çox gözəl xiyar ağacıdır. Bunun gərək, düzdür, deyirlər, bilmirəm, ilk çıxandan toxumluq saxlayasan. İndi toxumluq saxlamadım da. İlk çıxandan gərək bundan toxumluq saxlayardım. Çünki bu çox yaxşı xiyar çıxdı da. İndi bunun üstündə birini toxumluq saxlasam, bilmirəm da. İndən belə gətirər ya yox. Alınar o toxum ya yox. Bir dənəsini toxumluq saxlayacam yenə də yoxlamaq üçün. Reyhanlarım həmişə olduğu kimi həyətimdə çox qəşəng olublar. Baxın, bu biber. Bir dənə üstündə bax belə kocaman biber oldu. Hələ üstündə başqa heç bir çiçəyi də yoxdur. Baxın belə. Yəni biber yaxşı gətirmir də. Yəni bu gördüyünüz bu biberlər əslində mən hər biber ağacı, hər xiyar ağacı düşdü də. İkisinin üçün gətirsə, ikisinin üçün. Onda demək olar ki, yəni nələr biber yığaram, xiyar yığaram. Güllərimi, bunları günəşə çıxartmışam. Bu gülləri, baxın, bu yerdə olanları o tərəflərə qoyuram, şkafların üstünə, nə bilim, oralara yaxşı gün düşmür deyə, yəni kölgədə oralar. Ona görə çalışıram gün ərzində çıxardım bunları günəşə. Doya-doya günəş qəbul eləsin. Heç olmasa 1-2 saat sonra təzdən aparıb ora qoyaram. Təmiz kölgədə qalmasınlar da. Buralarda baxın, belə dəyişikliklər eləmişəm. Orada divan kimi düzəltmişəm. Əslində divan deyil. İnanırsınız, altında 12 dənə kubik var. 4 kubik buradadır. 4 kubik ortada, 4 kubik də o bir qıraqdadır. Uzun bax belə düzəltmişəm ki, uşaqlar üstündə uzanırlar, otururlar, oynayırlar. Yəni əlimdən gəldiyi qədər bu döşək də kirlidir. Həm də pişik üçün atmışam ki, pişik yerdə yatsın, çıxmasın onun üstünə. Tabii ki də pişik yenə öz bildiyini eləyir. Yəni belə güllərimin hamısını buralardan asıram, düzəldirəm. İndi çıxartdım ora günəşdən biraz qəbul eləsinlər. O gülümü də baxın bura qoydum. Bunları görək burada bitəcəkmi? İnşallah öyrəşər, burada bitər bu gülüm. Görək də. Əhəng alıb buraları əhəngləyəcəm bütün qara yerləri. Yəni əlimdən gəldiyi bu qədərdir. Məsəl üçün pul olsa, baxın, buranı taxta əvəzi qoymuşum. Taxta əvəzi bütün beton eləmək olar. Buranı qəşəng betonlamaq, düzəltmək. İşte pul olmadığı üçün, baxın, bu da sökülüb yuyulacaq. Əlimdən gəldiyi qədər belə eləyirəm ki, heç olmaz uşaqlarım qəşəng oynasınlar həyətdə. Yellənçəkdə oynayırlar, burada yellənirlər, burada yellənirlər. Hər ikisində də oynayırlar. Gözəl güllərimi yuyuram tez-tez. Bunlar da evdə idi. Baxın, bu ikisi qoyub çıxartdım ki, biraz günəş qəbul eləsinlər. Belə bura qoyaq, heç olmasa doya-doya günəş görsünlər. Bayaq yığdım biberlərimi,
xiyarlarımı. Görürsünüz, baxın üstündəki biberlərə, baxın. Görürsünüz də. Yəni az gətirirlər, çox az. Baxın, bu boyda biberdi, üstündən bayaq birini qırdım. Hələ baxın, buradan bir balacası. Görürsünüz, baxın bir balacası. Baxın, bu iri yumurunu bundan qırmışam. Hələ bunda heç nə yoxdur. Bunun üstündə məsəl üçün var, baxın. Görürsünüz buradan, görünür. Yəni təkən-tükən gətirirlər. Hər bir dənə bu qədər biber əkmişəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, nə bilim 26 dənə belə biber var burada. Sırf buradan deyirəm. Bunların hərəsindən ikisin, üçün yığsam nələr biber olar, düşünün də. Amma baxın, maşallah, bax, bu tutub, mənim görünür ya yox. Baxın üstündə, bax, bu da tutub. İkisi, üçü, dördü falan tutub üstünə bunun, tək bunun. Burada da var 5'i. Maşallah, yəni belə tutsa yaxşı gətirəcək. Baxaq, bunun üstündə varmı tutan? Çünki bayaq qırdım üstdəkilərini, təzdən tutanlara baxıram. Hələ bəziləri balacadır, qırmamışam. Nə bilim, az gətirirlər, çox az gətirirlər. Bu da buradadır. Çox az, yəni heç olmasa hərəsinin üstündən ikisi, üçü olsa, bilirsiniz də nələr yığaram buradan. Baxın, bu xiyarımı deyirəm. Baxın, bu xiyar ağacım, heyvə ağacının dibini əkmişəm. Baxın, bunu əkən, bunun üstündən hardasa bir 4'ün qırdım. Sonra da indi də bayaqları 3'ün qırdım üstündən. Baxın, hal-hazırda 2 dənəsi, baxın, maşallah, baxın, tutub uca, bax, bunlar böyüməyə gedirlər uca. 2 dənəsi də üstündə var. Hətta bu da qaliba tutub yuxarıdakı. Belə, baş hissəsini kəsdim ki, düz uzana gedirdi. Biraz qol gənə çıxarsın deyə. Kəsdim, artıq çıxardır. Artıq, baxın, 2 başda olub. İndiyə kimi toxumunun bir dənəsini saxlamadım. Bilsəm bunun toxumunu saxlayardım. Bunun birini bəlkə toxumluq saxladım, bilmirəm hələ. Bunun da üstündə var. Burada baxın, bu da iridir. Bunu qırmamışam. Hələ biraz da böyüsün. Az gətirirlər, çox az. Bir elə xiyar əkmişəm. Bundan birini qırmışam. Bunda da yoxdur. Bir elə baxın, xiyar əkmişəm. Hələ üstlərində düzəməlli heç nə yoxdur. Baxın, bunda da var. Bundan birini qırmışam. Biri də var. Domateslərim maşallah qızarmaqlarını gözləyirəm. Gəldim. Tavuklara da çörək tökək. Əlimi. Belə, çoxdan da bağımı çəkmirəm. Baxış çox azdır, ona görə adamın həvəsi ölür. Baxın, buradakı patlıcanlarım, çerilərimi görürsünüz. Necə böyüyüb, özüm toxumdan böyütmüşəm. Salxım-salxımdır, baxın. Salxım çerilər. Baxın, hələ üstdə də var idi, maşallah, baxın. Görürsünüz. Salxım çerilərim. Hələ uzanırlar, hələ uzanacaqlar. Üstləri çox gətirəcək. Ona görə bunlara yaxşı qulluq eləməliyəm. Gəldik boru. Mırmır, düş yerə, gəldik. Boranda baxın, burada bir irisi tutmuşdu, alınmadı, qurudu. Baxın, burada bir çiçək əmələ gəlməyə başlayıb. Bu boranı yaxşı gətdi orada. Amma bir dənəsi təmiz tutub, baxın. Gördünüz, bir dənəsi tutub. Nəsə, o birislərdə ümidim yoxdur, bir dənə bu kolda var. O birislərdə görək də, payızda olacaq ya, yox. Bu patlıcanım da inşallah gətirər. Bunu da bağlayam belə. Badımcanlarım çox sıxdadır. Baxın, bura çox sıx olduğu üçün yaxşı gətirmirlər badımcanlarım. Bir ikisində var hal-hazırda. Pomidorlarım qəşəng gətiriblər, qalıb qızarmaqları. Bu da həmin salxım çeridəndir. Görürsünüz, buralara da əkmişəm. Hətta bu çox qəribədir, uzun-uzundur, baxın. Halbuki eyni toxumdur. Onlarda yumru çıxıb, bunda
uzun çıxıb. Belə. Ay, bu toxumdan öz-özünə həyətdə bitib. Düşünürəm ki, bu qıl bibərdir, nazik acı qıl bibər. Əgər bunu qoruya bilsəm, bitə bilsə yaxşı olar. Qaldı bunlar. Bunlar da bitirlər. Odur domatesim. Belə həyətimin son durumu.